Bu müəllimlərin üstünə çox düşmüşük. Müəllimlər, mən demişəm yenə deyirəm, bu maaşla bizim erköyün balalara dərs deyən müəllimlər hamısı milli qəhrəmanlardır. Amma burada da məclisdə də nə qədər müəllim var. Bu müəllimləri bir topadır, bir yaxınlarda bir müəllim bir uşağa bir şapalaq vurur. Müəllim, 30 ilin müəllimi məktəbdən qovublar, müəllimlikdən xaric edirlər. Mən şiddətə qarşıyam, təbii ki olmaz. Amma buna xəbərdarlıq olardı, töhmət olardı. Amma ailənin törəsi qoyub, məktəbdən qov, müəllimlikdən qov, 30 ilin müəllimi. Belə şey olar mı? İndi tələbə müəllimin başına çıxır. Tələbənin əlindəki şagird də, yəni tələbə deyim. Şagirdin əlindəki deyək, telefon müəllimin 4-5 aylıq maaşıdır. Müəllimin əlində bir nimdaş qəstimdən gəlib. Buna hörmət edin, mən xahiş edirəm. Təhsil Naziri, o müəllimi qaytarın. Belə şey olmaz.